Subkultura necə yaranır və nə işə yarayır? Əvvəlcə onu deyək ki, subkultura, yəni alt mədəniyyət, təməl mədəniyyətin aşağı səviyyəli törəməsi, çevikliyinə və kütləvliyinə görə daha funksionaldır. Zamana ehtiyacı olan araşdırılması gərəkən dərinliyi yoxdur. Birbaşadır, düzxətlidir, səthidir. Təməl mədəniyyətin peykidir. Həmişə onun ətrafında dönür, ondan nə uzaqlaşa, nə də ona yaxınlaşa bilir. Alt mədəniyyətlər yaş, mənşət, cinsiyyət kimi səbəblərə görə yarandığı kimi iqtisadi dəyər, zövq, aksiya və s. kimi səbəblərdən də ortaya çıxa bilər. Cəmiyyət həyatının ahəngini oxşarlıqlar yaradır. Klassik sosiologiya cəmiyyəti oxşarlıqların, ortaqlıqların, kəsişən maraqların mühiti olaraq xarakterizə edirdi. Amma tarixin heç bir dövründə cəmiyyət həyatı yalnız oxşarların mütəşəkkilliyindən təşkil olunmadı. Bütün dövrlərin oxşarlıqları özlərinin fərqliliklərini də yaratdılar. Eyni proses mədəniyyətin daxilində də baş verib və baş verir. Tragediya ona gülən komediyanı yaradıb. Tanrının camalını vəsf edən qəzəlin qonşuluğunda insanın problemlərini ritmə oturdan meyxana da öz qafiyələrini cütləyib. Hətta bəzən təməl mədəniyyətlərin həll etməyə gücü çatmadığı sosial-siyasi məsələləri subkultura aradan qaldırmağa nail ola bilib. Alt kültür yaxud subkultura ideoloji konjunkturadan deyil, mövcud vəziyyətin mahiyyətindən doğulur. Amerikalı psixoloq Olbert Gordon yazır ki, subkultura milli mədəniyyət daxilində sinif, etnik mənsubiyyət, region, kənd və ya şəhər mühafizəkarlığı, dini inanc kimi elementlərə bölünə bilər. Lakin ümumi götürüldükdə həmin mədəniyyət daxilində fərdə funksional bir bütövlük kimi təsir edən sosial şərtlərin birləşməsindən ibarət alt mədəniyyət rolunu oynayacaqdır. Subkultura üçün zaman anlayışı indidən ibarətdir. Təməl mədəniyyət indiki zamanı daha çox keçmişi qorumaq, gələcəyi yaratmaq üçün xərcləyir. Buna görə mövcud vəziyyətlə az maraqlanır. Məsələn, subkultura Argentina gənclərini küçələrdə hökumət əleyhinə aksiyalara səsləyəndə təməl mədəniyyətin nümayəndəsi sayılan Borges şəhərin mərkəzindəki evinin qapısını, pəncərələrini bərk-bərk bağlayıb Nil pələngləri haqqında kitab oxuyur.